Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün monitorinq imtahanlarına dəstək məqsədi ilə yeni sınav suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda ümumi olaraq monitorinq imtahanının aid sınaqlardan istifadə etmək istəyirsinizsə, özünüzü sınamaq istəyirsinizsə 051 644 31 54 nömrəsinə yazaraq yeni model əsasında hazırlanmış sınaqlarımızdan yararlana bilərsiniz. Keçək ilk sualımıza. Bu suallar demək olar ki, YouTube kanalımızda belədir ki, monitorinqə dəstək 1, 2, 3 bu qaydada yazsaz, kifayət qədər riyaziyyat proqramına aid bütün sual tiplərinin izahı verilib və monitorinq imtahanında da düşünürəm ki, sizlərə yararlı olacaq. İlk sual belədir ki, indi saat 16:00-dır. Sutkanın hansı hissəsi keçmişdir? Biz bilirik ki, bizim bir günümüz 24:00'dır, yəni 24 saatdır. Sutka 24 saatsa 16 saatı keçibsə, baxaq görək hansı hissəsi keçmişdir. 24'də 16, bu kəsiri də ixtisar eləsə, hər tərəfi 8-ə bölsək, 3'də 2 hissəsi keçmiş olacaq. Doğru cavab olur B variantı. Növbəti sual 2 nömrəli sualdır. Deyir, Aysunun 42 rəngli qələmi var idi. O dostunun hər birinə 5 qələm verdi. Aşağıdakı ifadələrdən hansı neçə qələmi qaldığını göstərir. Aysunun 42 qələmi var, 42 və 4 dostunun hər birinə 5 qələm verir. O zaman 42 çıxılsın, 4'ü vurarıq 5'ə bərabərdir. Nəticə, yəni bizim ifadəmiz olacaq 42 çıxılsın, 4 vurulsun 5. Doğru cavab olur A variantı. Keçək növbəti suala. 3 nömrəli sualdır. Deyir, Murad 3 rəqəmli bir ədəd düşünür. Bu ədədin onluq mərtəbəsindəki rəqəm 4'dür. Yüzlüklər və təkliklər mərtəbəsindəki rəqəmlərin cəmi 7'dir. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 340 alınır. Bu hansı ədəddir? Baxaq, A, B, C. Bir 3 rəqəmli ədəd yazaq. Onluq mərtəbəsindəki rəqəm 4'dür. Bura 4 yazsaq, və A ilə də C-nin cəmi 7'yə bərabərdir. Əgər ki, bizə yuvarlaqlaşdıranda 340 alınacaqsa, o zaman yüzlük mərtəbəsi 3'ə bərabərdir. Və əgər bura 3'dürsə, təklik 4 olmalıdır ki, bizə toplam 7 versin. Burada 4 olar. 344. Yəni, Muradın fikrində tutduğu ədəd 344 olub. 344'ü də biz onluqlara qədər yuvarlaqlaşdırsaq 340 olacaq. Doğru cavab 344 ədədiymiş. Keçək növbəti suala. 4 nömrəli sual. Hansı ədədin üzərinə 18 əlavə edib, nəticəni 6'ya bölsək qismət 75 alınır. Yenə burada hansı ədəddən söhbət gedir, onu bilmirik. X üzərinə 18 böl 6 bərabərdir 75'ə. X plus 18 bərabərdir 6'nı vurarıq 75'ə, 450'yə bərabər olacaq. X də bərabərdir 450'dən çıxarıq 18'i, X də bərabərdir 432. Deməli, 432 ədədi bizim doğru cavabımız olacaq. Keçək növbəti suala. 5 nömrəli sual. Muradın yaşı atasının yaşından 5 dəfə kiçikdir. Onların yaşları cəmi 54 olarsa, atanın 2 il sonra neçə yaşı olacaq? Murad və ata. Murad x yaşlısa, ata 5x yaşdır. Onların yaşları cəmi, yəni indiki yaşları cəmi 54'dür. X-ləri toplasaq olacaq 6x bərabərdir 54, x də bərabərdir 9. Bizə deyir atanın 2 il sonra. İndiki yaşına baxaq. 9'u vurarıq 5'ə. 45.
Ve 2 yıl sonra dediğine göre 45'in üzerinde 2 gəlirəm. 47. Doğru cevap olacaq D variantında. Keçək növbəti suala. 6 nömrəli sualda deyir ki, 45 dərəcəli bucaq tam bucağın hansı hissəsini təşkil edir? Biz bilirik ki, tam bucağın dərəcə ölçüsü 360 dərəcədir. Və bunun müəyyən bir hissəsi 45 dərəcəli bucaqdırsa, olacaq 360-da 45 bərabərdir. Elə hər tərəfin 45'e biz bölə bilərik bunu. Olacaq 8'də 1. Deməli 45 dərəcəli bucaq tam bucağın 8'də 1 hissəsini təşkil edir. Doğru cavab C variantında qeyd olunubdur. Keçək növbəti suala. 7 nömrəli sual. Deyir, indi saat 14:15'dir. Saatın əqrəbləri hansı bucaq növünü əmələ gətirir? Yenə burada bir saat çəkəcəyik. Düzgün çəkə bilməsək də əsas odur. Bura 18 yazacağım. Bura 12 yazacağım. Çünki əsas hissə bu 12'dən sonradır. 12, 13, 14 kənarda yazacağım. 15, 16, 17, 18. Bu ardıcıllıqla gedir. Bizə deyir ki 14, 15'də. Yəni saatın saat əqrəbi 14'ün üzərindədir. Dəqiqə əqrəbi 15'in üzərindədir. 15'in üzərindədir. Baxsaq ki, bu 14 ilə 15 arasında 5 fərq olduğuna görə bu bizə hansı bucağı xatırladır? Yəni hansı bucağın növünə? İti bucaq yaranır. Doğru cavab olacaq C variantı. İti bucaq. 8 nömrəli sual. Deyir ki, azalanı 9 vahid artırıb çıxılanı 6 vahid azatsaq, fərq necə dəyişər? Qayda nədir? Azalan, çıxılan fərq. Əgər azalanı artırırıqsa, çıxılanı azaldırıqsa, fərqimiz necə olacaq? Fərqimiz bunların cəmi qədər artacaq. Yəni 9 da 6 gələcəm, 15, 15 vahid artar. Amma praktik olaraq necə yaza bilərik? Məsələn, özümdən bir misal yazıram. 40 çıx 10 bərabərdir 30. Azalan 40'dır. 9 vahid artsaq 49 olar. Çıxılan 10'dur. 6 vahid azatsaq 4 olacaq. 49'dan 4'ü çıxanda 45 qalır. Əvvəl fərqimiz 30'dur. İndi oldu 45. Necə dəyişdi? 15 vahid artdı. Doğru cavab A variantında qeyd olunubdur. Növbəti sualımız 9 nömrəli sualdır. Deyir ki, bir şirkət bankdan 20.000 kredit götürür. İlin sonunda kreditin 3 hissəsi qədər əlavə ödəniş etməlidir. Şirkət ümumilikdə nə qədər pul qaytarmalıdır? Baxaq, 20.000 kredit götürür. Bunun 3'ün geri qaytaracaq. 3'ü qədər üzərinə geri qaytaracaq. 20.000'i 10'a bölsə 2.000, 3'ə vursaq 6.000 və 6.000. 20.000'in üzərinə də gəlir nəyi? 6.000'i. Bu bizə verəcək 26.000. Doğru cavab olacaq C variantı. Bunun qaytaracağı pul isə 26.000 olacaq. Növbəti bir sual. 10 nömrəli sual. Hesablayın. Deyir 4 kilogram 300 qram. Üzərinə gəlsin 4'də 1 ton. Cəmin kilogram və yaxud qramla ifadə edəcək. Burada əsas məsələ 4'də 1 tonun üzərindədir. 1 tonumuz bilirik ki 1000 kilogramdır. 1000 kilogram. Bunun 4'də 1 tonunu tapırıq. Yəni 1000'in 4'ə bölüb 1 hissəsini götürsək 250 kilogram edir. 4 kilogram 300 qram 4 çık üzərinə 300 qram bir də üzərinə 250 kilogram və ümumi toplasaq
olacaq 254 kiloqram 300 qram. Doğru cavabımız elə olacaq A variantında. Suallarımız bu qədər. Növbəti suallarda görüşənə qədər sağ olun, salamat qalın.